Salam uşaqlar, bugün testlər işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Uşaqlar, videonu yazdım, amma səsi düşmədi deyə bir də bunu təkrar deməli çəkirəm. Birinci sualımız belədir. Слово, в котором буква «я» обозначает два звука. İki səs verən, ya hərfi iki səs verir hansı sözdə? Əlbəttə ki, biz bilirik ki, bu 4 hərfimiz var ki, hansı ki bizdə 2 səs verir. Hansıdır? Ya, yo, yu və y. 2 səs nə vaxt verir? Sözün əvvəlində gedirsə bu hərflər, sonra saytdan sonra və mərkəzi znak və tverdi znakdan sonra. Düzdürmü? Nə vaxt tək səs verir? Əlbəttə ki, samitin yanında olanda. Gəlin baxaq. Əlbəttə ki, burada yakar. Дальше. Bukvы ya, ye, yu və yo обозначает два звука. Nə vaxt iki səs verir bu hərflər? Dediyimiz kimi indicə dedik. В начале слова, sözün əvvəlində, после гласной буквы, saytdan sonra və мягкий və tverdi знакdan sonra. Düzdürmü? Все. В каком слове больше звуков, чем букв? Больше звуков. Səs çoxdur hərfə baxanda. Əlbəttə ki, burada ya hərf varsa 2 səs verir. Düzdürmü? Deməli, 6 hərf olarsa 7 səsimiz olacaq. Deməli, burada яблокода. Выбери слово, в котором 4 гласные буквы. 4 sayt var deyir. Hansı sözdə? Əlbəttə ki, хамелеонda. Çünki утконосda 3'tür, суслик sözündə də 2 dənə saytımız var. Слово, которое отличается одним звуком от слова сетка. Əlbəttə ki, setka sözündə deyir ki, bircə səslə fərqlənən hansıdır? Əlbəttə ki, setka, ветка. Дальше. Найди слово, в котором букв столько, сколько звуков. Eyni hərf, eyni səs hansındadır? Əlbəttə ki, собака. 6 hərfimiz var, 6 da səsimiz var. Сколько звуков в слове коньки? Uşaqlar, konki sözündə deyir ki, neçə səs var? Hərf yox, ha? Səs deyir, zvukov. Deməli, səsdə biz bilirik ki, məhki və tverdi znak səs vermir və olur 5. Amma desəydi ki, сколько bukv в слове konki, onda biz 6'nı seçə bilərik. Bax, burada diqqətli olun. Сколько bukv и звуков в слове желудь? Желудь sözündə neçə hərf və neçə səs var? Gəlin baxaq. Bizdə 6 hərfimiz var, düzdürmü? Amma məhki znak səs vermədiyi üçün bizdə 5 səs var. V variantıdır. Дальше. Согласные Ж, Ş və C. Onlar həmişə yadımızda saxlamalıyıq ki, J, Ş, C həmişə qalın olur. Всегда tverdi. Согласны. Amma burada и краткое Ç, Ş onlar həmişə incə olan samitlərdir də. Ona görə də biz уже всегда tverdi согласные deyə seçirik. Və 10-cu deməli sualımız belə idi. Определи количество букв и звуков. Deməli, hərf və səs neçə? Pantsir sözündə 7 hərfimiz var. Məhki znak düşür, 6 səs qalır. Xvostda 5. Burada dəyişmir, ona görə də 5 də səsimiz var. Xobot sözündə də eynən 5 hərfimiz varsa 5 də səsimiz var. Belə uşaqlar, sağ olun, görüşərik.